Salam, hər vaxtınız xeyir olsun. Yenə maraqlı iki sualın izahına baxaq sizlərlə birgə. Deməli, belə bir sual verilir. F-in tövbəsinə birim qiyməti bizdən soruşulur. Birinci növbədə burada biz bilməliyik ki, f(x)i tək saxlayaq. Ə, Əslində tək saxlamamıza belə ehtiyac yoxdur. Ümumiyyətlə yadda saxlayın ki, mən bunun hər tərəfin törəməsini alsam, eyni şəkildə bunun törəməsini alsam, törəmə inteqralını götürür. Yəni f-in törəməsində x bərabərdir. Digər hissədə artıq 1 bölünsün x plus 1, yəni törəmə dx götürür. Yəni burada 1 bölünsün x plus 1, o da sağ tərəf keçsəm, üstəgəl birbaşa 1 bölünsün x kvadrat üstəgəl 1 yaza bilərəm. Bu da bizə f-in törəməsinə 1-in qiyməti lazımdır. O da 1 bölü 2, üstə gəlinsin 1 bölü 2, yəni 1 qiymətini vermiş oldu. Növbəti suala keçək. Deməli, belə bir funksiya verilir və bu funksiyanın törəməsi alına bilən bir funksiya olduğu və sabit olmayan bir funksiya olduğu qeyd olunur. Yenə də biz bunun törəməsi alına bilən dedik ki, biz bunun hər tərəfin yenə törəməsini tapaq. Hər tərəfin törəməsini tapan törəmə inteqralı götürür. Təbii ki, bu da dfx də avtomatik olaraq gedir və burada alınır f-in kvadratı x və o da bərabərdir. Hər tərəfin törəməsini tapanda artıq k vurulsun 3, f-in kvadratında x yazmış oluruq. Çünki f kubunda x-in törəməsini tapanda 3 f-in kvadratda x olur. Bu da 3k-ya vurduq, 3k oldu. Hər tərəfində f kvadratda x-lər gedir. Və buradan da 3k bərabərdir 1, k da bərabər 3-də 1 oldu. Növbəti suallarda görüşərək, hər ikisi olurlar.